Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Videonun əvvəlindən deyim ki, abunə olub like verməyi kanalımıza unutmayın ki, daha çox məlumatları sizlə paylaşacağım. İndi nəyə göstərəcəm sizə? Azərbaycanda qiymətləri biz müqayisə edək. Azərbaycandan Montenegrona. Hamı Montenegronu nətər tanıyır? Yəni iş, miş, o, bu. Amma onu deyim ki, burada gedib əslində bazarlıq eləmək daha uyğun gəlir. Burada qazandığım pula görə. Ona görə ki, burada hətta belə pensiya 500 evro, 400 evrodur və indi mağazində qiymətlərə də baxacağıq. Ona qədər siz komentarlarda yazın pensiyanız nə qədərdir, zarplatanız nə qədərdir, yəni maaşınız nə qədərdir, onu demək istəyirəm. Azərbaycan, burada bilirəm ki, saatı 6 evro, 7 evro, hətta 8 evro saatına alanlar da var. Makaronlara baxaq. Barilla makaronu 99 centdir. Sizin mağazininizdə neçədir? Sonra makaronların çeşidləridir. 99 cent, bunlar da 99 cent. Çoxsu 99'dur. Aşağıda asobu spagetti 1.89'dur. Sonra biraz bu üzə gələndə 69 centə, 79 centə var belə şeylər. 49 centə də var makaronlar. Bunların çoxsu ya İtaliyadır, ya Albaniya. Amma çoxsu İtaliyadır. Yəni Barilla olan yerdə başqasını almağa da 42 centə də var. Yəni baxaq görək haranındır. Bu Serbiyanındır. Serbiya makaronlarıdır. Düyülərdir. Burada düyü seçimi azdır. Onu boynumuza alaq ki, burada həm də düyü burada bahadır. Cürbəcür düyülərdir. Amma düyü çeşidi Azərbaycanda daha yaxşıdır. Bu duzdur. Duzun qiyməti 50 cent. Nə bilim, baxın da siz də görün. Nə xoşunuza gəlir və ayrı konkret nəyin qiymətinə baxım. Makaronları göstərdim. İndi isə çinmək üçün gellərə baxın. Bax görürsüz, Nivea'nınki 2 evro 49 centdir. Bu bütün şampunlar da hamısı Nivea'dır, Dove'dur. Adını səhv deyirəmsə də düzəldin. Palmolive'dir. Bu nədir? Bu gel ilə duşadır. Hə. Çinmək üçün. Və siz də komentarlarda yazın hansı şəhərdəsiz, sizin şəhərinizdə neçədir bunlar, neçəyə alırsınız, qiyməti nədir? Deyin, maraqlıdır. Görək kim harda neçəyə alır. Burada ucu şampunlar gəlir. Bu qəşə şampundur, kstati. Şeyli, nədir onun adı? Girişcanlı, hamısı bir yerdə. Sonra Pantin də burada var. Azərbaycanda da var Pantinlər. Qiymətlərdir, Head and Shoulders'dır. Hər səfər kadra soxmaq istəyirəm özümü. Sonra tiş təmizləyənlərdir. Nə sizə maraqlıdır, nə qiymət maraqlıdır, deyin gözəl insanlar. Sonra sözünü deyəsən çox işlədirəm. Siz də deyin, ilk dəfədir belə bir formatda çəkirəm. Sonra bu nədir? Malako ilə tela, bədən üçün süd 5 evro 79 cent. Sonra saç kraskaları. Saç kraskalarını da göstərək də. Qadınlar üçün saç kraskalarıdır burada. Colordur, Garnier'dir, nə bilim, Palatte'dir. Adlarını bilənlər görəcəkdir. Burada ucu dayışı sabunlar gəldi. İndi bu addeldə keçmək istəyirəm uşaq yeməklərinə. Azərbaycanda neçəyədir bunlar? Bunu belə dənə yazın. Burada qiymətlər belədir. Yuxarıda smuzilər də var, musmuzilər də var. Aptamildir, Aptamil Azərbaycanda da var. Burada 23 evro 99 cent, 20 evro 99 cent. Sonra bu da uşaq üçün yeməkdir. Sonra Pampers'in qiyməti 12 evro 99 cent. Keçin boyunca. Nədir burada? Burada Azərbaycanda var bunlar, hə. Pamperslərin qiymətidir. Operatorumuz çəksin. Siz də yazın, bir daha deyirəm. Hardasınız, hansı şəhərdəsiz, hansı ölkədəsiz, sizdə bunlar neçədir? Molfix bilirəm ki, Azərbaycanda da var. Tutana. Baxa bilərsiniz. Qiyməti 5 evrodur, yəni 10 manat. 52 dənə. 5 manat, 5 evro. Hə, var. Sonra tiş pastaları gəlir. Uşaq şampunlarıdır. Bax, belə bir Johnson & Johnson 3 evro. Çiçkodu nədir budur? Dubuldur. 2 evro 58 cent. Hamısı belə deyək də
Burada Avropada deyən hamısı orijinal olur. Hamısı deyəndə çoxsu. Girdirməsi azdır. Bu sulu salfetlərdir. Bunların da adını çəkməyəcəm, özləriniz biləcəksiniz. Belə. Vanişlərin də qiymətləri buradadır. Baxın. Və kommentariyada yazın Azərbaycanda neçədir bunlar gördükləriniz. Və başqa nə bilmək istəyirsiniz onu da mənə deyin. Burada isə unların qiyməti 56 kiloyu. Sonra 52, 49 sent var belə unlar. Un kısaca burada ucuzdur məncə. Siz nə düşünürsünüz? Hələ tayla alanda hardasa 30 sentə, 37 sentə, 35 sentə də almaq olur meşoqla. Amma belə qiymətlər budur. Sonra gəldik yağlara. Bu rəfinə olmuş yağlardır. 1,55 litri. Bu tərəfə gəlirik. Azərbaycanda olan Ol İtaliyanı da gördük. 9 evro. 4 evro 59 sent lavante. 2 evro 99 sentə belə yağı, nədir onun adı? Zeytun yağı var. Sonra moninilərdir. Azərbaycanda təriflənən moninilərdir. Burada da klasika 8 evrodur qiyməti. Siz məni biraz həvəsləndirin. Kommentarlarda yazın ki, ayrı sizə nəyi, nə barədə çəkim, konkretli siz nə alırsınız və siz Azərbaycanda və yaşadığınız ölkədə aldığınız məhsullar neçə eləyir, təxminən nə qədər qiymət eləyər. Sonra nə qaldı? Tak. Baxın, belə vitrin də var. Hamısı pendirli, zeytunlu. Bu da pendirlərin qiymətləridir. Holland pendirləridir. O birisi pendirlərdir. İndi kalbasalara keçəcəyik. Adamlar çoxdur. Bu isə kalbasaların qiyməti. Və bu şunkalardır, yekə-yekə. Mortadellasıdır. Həm quru kalbasalardır, kapçonu kalbasalardır. Və belə də var. Belə ətlər də var. Tak işte belə. İndi siz kommentarlarda yazarsınız, görərsiniz. Sizdə belə məhsulların qiyməti neçədir və varmı yaşadığınız şəhərdə nə qədər kalbasıya, ətə pul xərcləyirsiniz. Bu isə ətlər və qiymətləri də görürsünüz. Qiymətin hamısı kilo ilə yazılıb. Fikir verin. Dana əti, qoyun əti və hamısı buradadır. Sümüklüsü, sümüksüzü. Qavırğanın qiyməti 7 evro. Ən bahalı jetra, yəni yumuşaq yeridir deyəsən. Və bu da ətlərdir. Banan qiymətləri, meyvə tərəvəz, apelsin, portuqal, kivi, alma. Gedək kartoşkanın, soğanın qiymətinə baxaq. Kartoşka neçədir? 55 sentdir kartoşkanın qiyməti. 89'a alma var. Portuqalın qiyməti 1 evrodur. Qarpız da gətirib çıxardıqlar ilin günün bu vaxtı. Greyfruktun qiyməti. Bu tərəfdən baxsaq, yenə kartof var. Qırmızı kartof 48 sent, soğan 49, sarımsaq 3 evro. Yəni belə şeylər də var. Görə ətin qavağı boşaldı mı gedək. Camaat bunlarda da ət yəndiləri. Ona görə ətin qavağı boşalan kimi çəkmək lazımdır. İndi isə südlərə baxaq. Siz də deyin görə süd neçədir? Burada süd 98 sent, 99 sent, 1.35, 1.59. Bunlar nəsə uşaq vitaminli, 89 sent. Sonra bunlar qatıqlardır. Belə rozov olmağına baxmayaraq, elə bil bizim evdəki ev qatıqlarımızdır. Üstünə yoğurt yazılır. Qusti yanı qatı. Qusti olmayanlar şeydilər. Nədir ona da? Biraz durudular. Sonra bunlar hamısı yoğurtlardır, smetanlardır, kefirdir. Sonra bu da smetandır. Baxa bilərsiniz. Pendir. Bunların hamısı buradadır. Bax belə pendirlərdə satılır. Bu nə qədərdir bunun içində? 1 kilo pendir 10 evro. Doğranılmış hazır. Bu bizim dədə-baba motalımızdır. Motal pendirdir. Bunu da burada belə satırlar. 4 evrodur. Kiloyu 15 manat. 15 evro. Sonra o deyənlər ki, margarinin üzünü göstərmədin. Həmən göstər, bu tane 99 sent, 69 sent,
Yəni belə şeylərdir. Yağ tutana sliviçni yağı buydu. Sonra gedəyim dalşı. Yəni uşaq yoğurtlarıdır. Böyük yoğurtlardır, içməli yoğurtlardır. Baxın, siz də qiymətini özünüz üçün nəticə çıxarda bilərsiniz. Qırağa durum ki, müşahidə eləməyək. Bu isə mayonezlərdir. Belə 1 kiloluq mayonezin qiyməti 4 evrodur. Başqa mayonezlər də var. Baxsız mayonezdir, sousdur. Sonra belə kalbasalardır. 1 evroya 400 qramlıq qala kalbasasıdır. 1 evro yarıma ekstra. Bunlar toyuq kalbasalarıdır. Belə yəni bazarlıqla baxsanız, bu boyda sayska, 800 qram sayska. Bunlar da ət yeyən ölkədir deyən. 800 qram sayskanın qiyməti 2 evro 50 sentdir. Ətdən boldular. Kısaca dediyim kimi Mangolstan videoma da baxa bilərsiniz. Mangolstandan bura ət gəlmir. O boyda miqdarda. Burada baxdıq. İndi gedək başqa yerə. İndi isə paraşokların qiymətinə baxaq. Baxın, Ariel də var burada. 6 evro 99 senti belə Arieldir. Sonra Persildir. Sonra ABC də var. 2 evro 5 manat edir. Burada nə deyirəm, qiymətləri 2-yə vurun. Sonra nə var? Fərqli paraşoklar var, ximiyalar var. Qiymətlərə də baxa bilərsiniz. Qiymətləri də çəkirəm. Sonra gəlin şeyə baxaq. Nədir onun adı? Domestos'a baxaq. Domestos Azərbaycanda neçədir? Burada 99 sentdir, baxa bilərsiniz. Sonra Lenor var. Azərbaycanda da bilirəm ki, Lenorlar var. Bu ximiyalardır. Yavaş-yavaş çəkirik ki, qiymətləri də görəsiniz. Hamısına baxaq. Sonra nədir? Tualet kağızları. Gəlin tualet kağızına da baxaq. 8 dənəsi 3 manat Azərbaycan puluna, yəni 1 evro. Bu nədir? 10 dənəsi 1 evro 89 sent. 10 dənəsi 1 evro 60 sent. Yəni burada belə şeylər də var. Ferilər dalda qaldı. Gedək ferilərə baxaq. Ferilər, qavyuanlar yəni. Gedək. Belə bir salfetkalar da satırlar, baxın. 3 evroda, çıxardamadım, nəysə. Sonra nədir? Qavyuanlar. Siz də kommentariyada yazın, siz qavyuanı neçə alırsınız və buradan nə qədərlik bazarlıq eləyirsiniz, bu boyda şey alsaydınız, evinizə özünüz, bu boyda yox, özünüzə bazarlıq eləsəydiniz. Bax, bu ABC-dir, 1 evro. Feri, böyük feri 3 evro 39 sentdir. Belə şeylər var. Sonra bu 2 evroya qoyublar, endirimdədir. Sonra buranın ximiyanı çəkdik, qutardıq. İndi davam eləyək. Bu ölkədə çay az içirlər deyən ən çox burada kofe içirlər. Ona görə kofenin qiyməti burada ucuzdur. 1.50, 1.40, 1.35, nə bilim. Gördüyünüz kimi. Bu yuxarıdakı kofelər Azərbaycanda da var. Siz qiymətini göstərin. Sizdə neçədir? Sizin mağazininizdə. Adi Nescafe 4 evro. Burada çaylar belə satılır. Görürsünüz, adına razıdır. Çırnı çay, yagodlu vanila, yəni belə çaylardır. Dəyərli izləyicilərim, bu günləri getdik mağazinə, sizə qiymətləri göstərdim. İndi siz kommentarilərdə yazın görək, sizdə qiymətlər neçədir. Çox adam deyir ki, Azərbaycanda hər şey ucuzdur, amma Avropada hər şey bahadır. Amma ölçəndə, baxanda hamısını görək, Azərbaycanda minimal əmək haqqı nə qədərdir, burada nə qədərdir, orada nə ala bilirsiniz, burada nə almaq olur, burada nə tər yaşamaq olur, onu kommentarilərdə yazın, mən də sizə göstərəcəm. Belə hamınızı öpürəm, like verib, abunə olmağa kanala unutmayın. Nə deyim, yeni formatımda biraz dəstəkləyin, irəli gedək.